Hər kəsə salam. 2025-i xilas edirəm gün 17-yə xoş gəlmisiniz. 30 gün 30 fərqli məndə bu gün danışırıq saç baxımı və saç baxımı barədə öyrəndiyim hər şeydən. İlk olaraq danışmaq istəyirəm saç dərimə yaxşı təsir edən heç bir qaşıntı, qızarıqlıq, narahatlıq verməyən bu 3 serumdan. Əslində bu 3 serumun istifadəsi üçün hər birini ayrı-ayrılıqda istifadə etmək kimi bir qayda var. Amma mən bu üçün qarışdıranda daha yaxşı nəticə gördüyümün fərqinə vardım. Ona görə də üçünü birlikdə istifadə edirəm. İlk olaraq bu yağdan danışsaq əgər, bu kastor yağının bir sıra faydaları var. Saç üçün olan faydası da onun ibarətdir ki, saç dərisinin daha güclü görünməsinə, yaxşı nəmlənməsinə kömək edir. O quruluğu aradan qaldırır. Zəiflənmiş, cansız görünən saçlara həm saçı, həm də saç dərisinin daha güclü görünməsinə, daha parlaq və dolğun olmasına səbəb olan yağ da amla yağıdır. Növbəti yağımız isə balqabaq toxumu yağıdır. Bu yağın üstünlüyü ondan ibarətdir ki, saç foliküllərini sağlam şəkildə dəstəkləyir, o tökülmələrin qarşısını alır və ümumiyyətlə saçın sağlamlığına, həm saçın yenə də dediyim kimi, həm də saç dərisinin sağlamlığına qoruyur. Ümumilikdə bu üç yağı həmin bu qarışdırma butulkasında, deməli hərəsindən 15 damcı olacaq şəkildə tökürəm. Sonra çalxalayıram ki, yaxşı-yaxşı bir-birlərinə qarışsın. İstəsəz siz biberiyə ya da ki, rozmarin yağı da əlavə eləyə bilərsiniz. Qarışdırıram, sonra da saç dibinə tətbiq edirəm. Amma bunu saçlarımın uclarına vurmuram. Saçların ucları üçün bu serumdan istifadə edirəm. Hər nə qədər bu serum təmiz saçlara vurulur, durulanmır deyilsə də, yəni əslində saçı istilikdən və qırılmadan qorusa da, mən bunu yumamışdan əvvəl istifadə edirəm. Elə daha çox faydası olduğuna inanıram. Digər şəkildə saçımı ağırlaşdırır. Amma saçımı yumamışdan hardasa bu yağları çəkirəm və 4 saat gözləyirəm. Həmin o 4 saat müddətində də saçımın canlılığı olsun, parlaqlığı olsun, hər birini bu serumlara borcluyam demək olar. Düzdür, bu il bir o qədər də vaxtım olmadı istifadə eləməyə bu məhsulları, amma həqiqətən də istifadə elədiyim dövrdə faydasını görmüşdüm. İndi gəlirik növbəti sevdiyim ikiliyə. Bu Dax Super Grow həm saçın uzanmasına kömək eləyir, həm də tökülməsinin qarşısını alır da deyə bilərik. Amma o qədər bərəkətli məhsuldur ki, çox az götürmək lazımdır, yoxsa saçdan çıxmır. Bu saçı yumamışdan 1 saat əvvəl filan barmaqlarımın arasında belə isidirsən, sonra saç diblərinə tətbiq eləyirsən və gözləyirsən. Və həmin gözləmə müddətində yenə mən saçlarımın üzərində, bu da morfozundur, amma nə olduğunu unutmuşam, morfozun nə isədir. Və onu da saç uclarına tətbiq eləyəndə çox yaxşı nəticə verir. Yuyandan sonra saçın dolğunluğu olsun, parlaqlığı olsun, göz öndə olur. Amma bir damcı sönük qala bilər, gərək yaxşı şampunla yuyasan. Bu markanın duş gelini göstərmişdim. Şampunu da duş geli qədər ətirlidir. Əsla saçdan ətri çıxmır və yağları istifadə eləmədiyim günlərdə sadəcə saçımı yaxşıca şampunlayıram, sonra da maska istifadə edirəm. Amma bu maskanı tək istifadə eləmirəm. Saç proteini ilə birgə istifadə edirəm. Bu məhsulun mükəmməlliyi barəsində danış bitirmərəm. Çünki saçları həm parlaq eləyir, həm də o qədər qəşəng daranır ki, ikisi birlikdə çox yaxşı təsir edir. Yəni saçı yuyandan sonra saç ətəklərinə tətbiq eləyirsən, sonra da durulayırsan və duruladığın anda həqiqətən saç çox qəşəng daranır, çox qəşəng qoxusu gəlir və o proteinin də çox qəşəng qoxusu var. Və son olaraq da demək istəyirəm ki, saçlar mütləq şəkildə yağlanmamışdan qabaq daranmalıdır. Lakin yağı vurandan sonra bu qəribə masaj alətimi desəm, nə desəm, ondan diblərinə masaj edirəm. O qan dövranını sürətləndirir və daha yaxşı təsir edir. Bir də saçlarımı yuyandan sonra qurutmamışdan əvvəl bu fön sütü deyirlər. Ondan deməli qoruyuram. O da istinin qarşısını alır. Ümumilikdə onu demək istəyirəm ki, əgər daxilimizə yaxşı baxmasaq, sağlam yaşamasaq, sağlam qidalanmasaq, hər hansısa bir xəstəlik varsa, qan azlığı varsa, yəni bu baxımların çox da bir əhəmiyyəti olmur. Saç onsuz da tökülməyə də davam edir, quruluğa da davam edir. Ona görə gərək həm xarici, həm daxili baxım göstərəsən. Günlük bu qədər. Sağ olun.